Başta özü başta söylüyor. Başlayacağım, siz de başlayacaksınız. Allah Güzel sizde. masraflar Kaç? size. Ahmet 20 gram. 50 süt. Yok, 20 gram. Olmaz. 20 gram lan. Valla bu tutarız oğlum. Yok adam. 60 gram. Yok, her yerde 20 gram istem ben olacağım. Napolyon Tayyip. Büyük her şey olar da, söz demek olar, şey demek olar, durmak da olar. Ay sağ ol. Ne yazık. Ben baden kaldıram, şəxsən, mənim siz kimi değerli, siz kimi güzel, siz kimi mehriban kardeşlerimin sağlığına. Mənim de bugünkü günə kimi yaşadığım, Çindən sonra da yaşadığımın mənasının hamısı sizsiniz. Sağ ol, sağ ol. Sağ ol. Ben bu badəni şəxsən sizin ve siz kimi mehriban kardeşlerin sağlığına. Sağ ol. Allah razı olsun. Mübarek olsun. Sağ ol. Sağ ol. Hocamızın 100 yıllık hediye. Allah razı olsun. Sağ ol. Yan yan tarafı. Yan çekin. Adem'den kişisi ya. Şans. Murat, hemen de koltuğunuzu alın. Ya, yok, abi. Ahmet. Benim o doktor. Var ola var. Zalaşı karasal. Oğlum karasal çıkıyor. Yemuz var oğlum. Darı ol. Sağımı da bu oturacağım. Hayır bu hayır köz bu bu ve bunlar hayır diyor. Bütün sizler içindir bu ziyafet bu gece. Tebrikler, tebrikler. Ay halkımı güsseygemden uzak et ya Rabbi. Halkımı güsseygemden uzak et ya Rabbi. Belə yetməsin afəyət, belə gözəlmədirsə bu gecə.
bu güzel. Ay bu güzel meclisen bir şiir yaz vahid. Bu güzel meclisen bir şiir yaz vahid. Sen de yetmirsen halka nezaret bu güzel. Aman aydan Haşirem İbrahim Hanım'ı alkışlayak bir. Güzel günler. Alkışlayak Haşirem. Çok güzel günler. Kocaldır insanı İbrahim benim kocaldır zaman. Kocaldır insanı kocaldır zaman. Yüreğin ateşi közü kocaldır. Dağları taşları kocaldan zaman bilmirəm bəsləyəm özü kocaldan. Getdi baharımız İbrahim benim yer qışadı. Düzlər qara dal yaşadı. Ay getdi baharımız yer qışadı. Düzlər qara dal yaşadı. Bizim gibi bir grup akşamı ney mazlum közü kocaman. Qalım mənim çox sağ ol. Talih heç kəs imtihana çəkməsin. İnsana lazımdır var qozalanda. Qəm üz verib qamətini əyməsin. Yara kəm baxmasın yar qozalanda. Vaxt gəlib keçəndə quruyur tağlar. Gözəllik donunu soyunur dağlar. Saralır yarpaqlar, pozulur bağlar. Saxlamır budaq da bal qozalanda. İtirəndə baharını, yayını, şeydə bülbül çəkmir gülün nazını. Aşıq yerə qoyur telli sazını. Xanəndə götürmür çar qozalanda. Dünyanı soruşdum Süleymanımdan. Dedi yem alından, sür devranından. Əzizliklə bəslədiyim canına əbədi görməzsə kar qozalanda. Geçə ki canınızda can var, yeyelisin kefir. Sağ ol. Ay dostum getdi baharımız yer qışa qaldı. Düzlər qara qaldı yaşa qaldı. Bizim gibi bir grup akşam kaldı. Ney mazlum közü kocaman bana boy. Bahtiyar düşley bizler hayallar bezer arzular.
çaresi kocam Ay 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 cahil malum bana Hasta say Resulullah'dan bana Ezra bana bani Hasta çat ay cahil malum sazla bana bani İbrahim benim bağlar olur Bir de çal sen yavaş gelem Ay 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 canım Aman 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 ayda Ay canım Çok sağ ol Cəsim hanım, çok sağ ol. İbrahim Alim, Allah sizlere can sağlığı versin. İcazə verseniz, əziz qonaqlar, mehriban dostlar, bu güzel günde İbrahim Müəllimin bu güzel günde 60 yaş yubileyini sizlerin her birinizle bir yerde təbrik edək. Şair ilə desək, dostlar, bugün bu məclisə gələnlərə salam olsun. İbrahim kardeşimize xahiş edirəm qulaq asaq. Dostlar, bugün bu məclisə gələnlərə salam olsun. İbrahim müəllimi 60 yaş yubileyi ad günündən təbrik eləməyə hər birinizə salam olsun. Sırayım hanım, zaten qurban. Vallahi amca İbrahim. Sırayım hanım, öpürəm sizi. Hamı geyə toy paltarı, toya qismət olaları, min arzuyla toy paltarı giyənlərə salam olsun. İsrail sevir millətini, uca tutub hörmətini, xalqımızın adətini sizlər kimi bilənlərə salam olsun. Yəni bu gözəl gündə İsrail müəllimə ancaq xətrini istəyən, ürək istəyən dostları bura yığıb. Yəni bu gözəl gündə böyük bir gürültülü alqışlarla İsrail müəllimi salamlayaq, xahiş edirəm. Və sözü verək İsrail müəllimə, o ürək sözləri desin. Çok sağ ol Galip müəllim.
Mən bugün bu gözəl gündə hansı ki mənim təbrikimə gələn dostlar, qardaşlar, birinci mən böyük minnətdarlığımı bildirirəm Qalib müəllim. Çox sağ ol, gələn qədəmlər var olsun. Eləcə də gözəl muzikantlarımız, xoş gəliblər bizim gözəl günümüzə, bugünkü günümüzə. Mən hər birinizə böyük minnətdarlığımı bildirirəm. Hər birinizə bugün ürək sözlərimizə deyəcəm, sizin ürək sözlərinizi eşidəcəm. Mən bugün çox şadam, ona görə çox şadam ki, həmi bugünkü günə gəlib çatmışam. Məni bugünkü günə gəlib çatdıranda mənim siz kimi gözəl dostlarımdır. Mən siz kimi gözəl dostlarımın şərəfinə, şöhrətinə yaşamışam. Allah nə qədər də ömür versə, indən sonra da yaşayacağım. Hamısı sizin şərəfiniz, şöhrətinizdir. Tək əldən səs çıxmaz deyərlər atalar. Doğrudan da bir çıtıma vurarsan az səsi çıxar, şapalaq vurarsan çox səsi çıxar. Bunun da mənası insanların gözəlliyi, insanların çoxluğu onlardan ibarətdir. Gələn qonaqlarımız xoş gəliblər, səfa gətiriblər. Çox şadam, sizi görəndə daha da ürəyim coşa gəlir. Allah sizin hamınızdan razı olsun. Mən bugün bütün gələn qonaqlara böyük minnətdarlığımı bildirirəm. Allah'tan arzu edirəm ki, belə gözəl qardaşlar həmişə hər birinizin məclisini, hər birinizin stol arxasını şənləndirsin və belə gözəl şad olasınız məni kimi bugünkü gün kimi. İnsan doğrudan da özünə dost yoldaş tapanda həmişə özünə ait, özünə münasib insanları tapır. Ona görə gözəl bir şeir var, deyir, İnsan gərək özlüyündə düşünə, necə gəzim, kimlə gəzim, harda mən. Taytuşlarım uyğun ola, özümə danışanda utanmayayım orada mən. Oturanda gərək bilim yerimi, niyə durum mən görəndə birini, nə danışım, nə də verim sirrimi, cəhli düşəm, məğlub olam orada mən. Sərhəd qoram, özüm gərək özümə, hörmət qoyam, ixtiyarsız sözümə, qoşa barmaq uzananda gözümə çırpınmayayım, balıq kimi torda mən. Abdullayım, hər şeyi mən qanmışam, haqsızlığa alışmışam, yanmışam, çoxlarını canından əziz sanmışam, heç görmədim əl çalına burada mən. Çox sağ olun. Hamınız xoş gəlmişsiniz. Bugün mən görəcəm bugünkü gündə, məclislərdə mən hamınızın sağlığına söz demişəm, şeir demişəm, hamınızın sağlığına da bayda qaldırmışam. İndi bugün mən görəcəm. Solda əyləşən qardaşlarım, öndə əyləşən qardaşlarım və bu gözəl məclisdə bu tərəfdə əyləşən qardaşlarım, görün, hər kim məni çox sevirsə, o tərəfdən gürültülü alqışlar gələcək. Onu mən eşitmək istəyirəm. Çox sağ olun, vallahi hiss eləyənmədim. Mən elə hiss elədim ki, sizin hamınız mənə hörmət qoyursunuz, hamınızın mənə hörməti var. Mənim də eləcə sizin hamınıza hörmətim var. Mən kimdənsə asılı olmayaraq, kimdənsə böyüyəm, kimdənsə kiçiyəm. Bu məclisə gələn qonaqların hamısının öndə mən baş əyirəm. Çox sağ olun, bugün sizin gününüzdür. Yerinizi keyf edin. Çox sağ olun. Xahiş edirəm, muzikantımızı dinləyək. Sonra da yavaş-yavaş məclisimiz başlayacaq, məclisimiz davam edəcək. Buyurun, Qabil qardaş. Çox sağ olun.
dünyada her şeyden üstün, adama lazımlı canın sağlığı. Qohum qabar olsun o uşaqda, dirikən olurlar əldə yaqda. Vallahi adama lazımlı canın sağlığı. Bütün dostlarım sizlere arzusu var. Azizime 60 yaştadır hele, 60 yaştadır hele. Say benim sevdiğim 60 yaştadır hele, 60 yaştadır, 60 yaştadır hele. Allah eləsin 70, 80, 90, 100 yaşını bak dostlarla birlikte geçirirsiniz. Sağ olun. Yansa daş da olar kül, həyat da bu. Tarixi biz bütün zərzibilliyi, daxili biz dəstə gül həyat da bu. Kim ah kəzib başvurursa dərinə, böhtan tutub tapır ədaləti yerinə. Əxlaqsız qadın tək bugün birinə, sabah başqasına bir həyatdır bu. Öz növbəndə keyf sazını salarsan, bəxtin yazsa yerlə leysən olarsan, səni də sındırar bir həyatdır bu. Bu gözəl qoca həyatımızdan, bu dünyamızdan məncə elə bir devir götürmək lazım. Bu şairlərin sözlərindən, söhbətlərindən elə biz öyüd nəsəs götürək və söz verək saqqallarımıza. Allah can sağlığı versin, buyurun söz sizindir. Bir növbədə xoş gəlmişsiniz.
Aziz dostlar, kardeşler, hem yerlerimiz. Bugün biz İlyas Bey'in, İsrail Bey'in 20 yaşına girmişiz. Allah canını sağ eylesin kardeş. Aksakalın ne arzusu olabilir? Allah sana bugünden sonra 50 yıl, 60 yıl ne kadar sana kısmetli, Allah'ın kısmetli. Bu kadar da yaşayasan. Sen güzel insansın. Bütün toyların becerisin. Sensiz bizim xeyrimiz, şer şey Allah bizden uzak eylesin. Ben öz ailemin adından, öz tanışlarımın adından sana uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, ne kadar canın sağdı, belə məclislərdə iştirak edirsən. Sağ ol, var ol. Öpürəm səni. Ben de bütün bugün bu dostlarımı bir daha hoş gelmişsiniz deyirəm ve bugün doğrudan da dostluq məclisidir. Ben de dostluq hakkında bir dənə şeir diyeceğim, sonra arzunuzu yerine getireceğim inşallah. Dostsuz kesmez günlerim, bir adətdir bu məndə. Gönçələner güllərim dost qapımdan girəndə, şərbət dolar sözümə, qüvvət gələr dizimə, aləm gülər üzümə dost qapımdan girəndə. Yeyiləndə sörəyim, ruha gələr ürəyim, gülər arzu diləyim dost qapımdan girəndə. Mən Allah'tan arzu edirəm, əsl dost qapınızdan və belə xeyir işlərə bilsin. Xahiş edirəm, Savalan qardaşımızı, bugünkü günümüzü ürətini almışlar. Çox sağ olun.
Yok, ben vallahi hamile addan tanımıram. Bence bir iki nəfər elə ürək canlıcıya dostlarınıza desəz adlarını, ürək sözlər desinlər, lap güzel olur. Bizim Əhbər qardaş, Sağcan Qurban, Çelezadə isə, nə bilim, hardan danırsaq, bizim Liyovdan da danırsaq, yəni sizin süfrənin sağlığına içirəm mən, bu adamı. Yəni ürək istəyən dostlar gəlsinlər, boysunlar, ürək sözlər desinlər, təbriklərini desinlər. Mən əvvəla bütün qonaqlarına ürəkdən salamlayıram, böyülü kiçikli. İkincisi, elə sana İqir demişlər, bu İqir də bırakayım. Valla valla təzə bırak dedim. Sırail müəllim, bu təzə çıxma, mən valla bunu bilmirəm. Təzə adını yaşayarsan, 100 yaşayarsan, amma düz yaşayarsan. İbrahim ki, sən bizim elimizdə, obamızda, biz qərib ölkədə olmamıza baxmayaraq, bütün xeyir işlərimizdə əziyyət çəkirsən. Allah səni ucalsın. Bütün bizim bu işlərdə 50-50 de olsa 45'e 45 olsun hərəkət edəsən. Nə demək istəyirəm? Çox vaxtınızı almayacağım. Sana uzun ömür, can sağlığı. Allah'tan təbiətdən arzu eləyək ki, bütün səni istəyən dostlar səni kimi ucalsın, 60 illik olsun, 100 illik olsun, 100'den anarak baharam. Onda bir musiqiyle diləndirəm, ürəyinizdə nəsi olur.
bizlerin yanına dəvət edirik. Yəni orada sol oturanların hamısını dəvət edirik. Nəsə məclisi gülləndirmək üçün vallahi toy sözü 3 hərfdən ibarətdir. Yəni toplanmaq, oynamaq, yemək, içmək. İndi bugün də ad gündür, toydur. Bu kişinin 60 illik yubileyidir. Məncə burada bir balaca hərarətli olmaq laf gözəl olar. Sözdür, məclisi gözəliyi şeirdir, sözdür. İndi biz bacardığımız eləyəcəyik. Sizin də gözəl sağlıqlar demək lazımdır. Yəni bu gözəl kasetlər, gözəl gələcəyimizdə həkk olunan bu diski gələcəkdə baxanda ləzzətli olsun. Allah sana 60 yaşın mübarek eləsin. Gülen yolsun 100 yıl yaşayasan. Allah neçə il ömür verdi, o kadar yaşayasan. Allah Taala'nın verdiği ömürden hiç kim kaça bilmez. Hamı için yarıkardır. Ne kadar ömür verirse böyle de yaşayasan. Allah mübarek eləsin. Necə deyirlər, bir tek gelen qonaqların hamısında senin adından, öz adından salamlayır, hoş geldin, seni isteyen adamlardır, seni burada görmek isteyen, senin 60 yaşından bir yerde olmak isteyen adamlardır. Yani de bunların hamısına hoş geldin deyirik ve seni de tebrik edirik. Hamısının adına kardeş. Çok sağ olun. İsrail müəllim, bugün sənin ad günü münasibətindən bu əziz dostlar, bu əziz yoldaşlar və həm yerlilər, bütün Azərbaycan igidləri bura yığışıblar. Səni təbrik eləmək, sənin ad günü münasibətindən. Sənin məqsəd sənsin. Məqsəd sən olduğun kimi bu Azərbaycanın hər bir güşəsindən burada igidlər var. Gözəl, günəşli Azərbaycanımızın bütün igidləri buradadır. En tanınmış Xersonun en tanınmış oğlanları ve başka Ukrayna'nın başka şəhərindən gelen oğlanlar da var burada. İgidlər var burada. Bunlar hamısı sənin ad günü münasibətindən bura dəvət olunublar və səni sahib gəliblər. Deməli sən bizim xalqımızın arasında tanınmış bir hörmətli bir İsrail bəysən, həm yerlisən, Azərbaycan xalqının gözəl tanınmış oğlusan. Sənin Allah canın sağ eləsin, bu ad günü münasibətindən biz səni təbrik edirik. Mən şəxsən öz stolumuzun və öz adımdan səni şəxsən təbrik edirəm. Allah Taala sənə hansı ömrü verib onu yaşayasan, mən deyə bilmərəm. Mən ömür təyin eləmirəm. Ömür ilahinindir. Hansı günü sənə verib onu yaşayasan və hörmətli bugünkü gün kimi tanınmış hörmətli bir Azərbaycan oğlu kimi təbrik edirik səni. Səmimi qəlblə, açıq ürəklə. Çox sağ olun. Mən bir daha hər birinizə öz minnətdarlığımı bildirirəm. Bugün mən siz kimi dostlarıma özrə sözlərimi deyirəm və deyəcəm. Doğrudan da dost qazanmaq çətin peşədir. Hər insana dost demək olmaz. Dostu dost kimi tanımaq lazımdır. Dostun qiymətini də qiymət vermək lazımdır və dostun qiymətini də bilmək lazımdır. Dostluq eləmək çətin şeydir. Ona görə deyir, dar günündə atlanar, şad günündə şadlanar, min əzaba qatlanar bu dünyada yaxşı dost. Ay Allah qorum əldi, çəkdirmə ona dərdi, doğma qardaş qədərdir bu dünyada yaxşı dost. Ünvanı ürək olar, hamıya gərək olar, hayf ki təhrik olar bu dünyada yaxşı dost. Siz kimi dostlara mən böyük minnətdarım bildirəm. Çox sağ olun. Çok sağ olun. Buyurun qarımlarla. Dost dediğin için olur dünyada, yürək dostum, çörək tatlı, dil dostum.
şərəfsiz gətirəyəm Hər yetinəyə dostu can demək Ana axır, ay vay mənim anama saxan Dost olsa hər arxalan ağanın gözü üstə qaş olmağı ne var? Vicdan sussa yanar odun közündə yanayına köz olmağı ne var?